Deməli, bu sual üçün belə bir üçbucaq çəkək, tərəflərində qeyd eləyək. Bax, belə bir üçbucaqdır. Tərəfləri məsələn, bura 5-dir, bura 6-dır, bura 8-dir. Bizdən istəyir ki, böyük tərəfə çəkilən medianın uzunluğu. Böyük tərəf gördüyünüz kimi 8-dir. Ona görə deməli 8 tərəfinə çəkilən medianı biz tapmalıyıq. Yəni belə də yaza bilərsiniz. M8 indeksində 8, çünki 8 tərəfinə çəkilən medianı tapırıq. Ona görə 8 tapırıq ki, böyük deyir. Misalı oxusaq görərsiniz ki, böyük tərəfinə. Məsələn, desək ki, 6 tərəfinə çəkilən, onda M6-nı hesablayardıq. M5-i kiçik tərəf desəydi, M5-i hesablayardıq. Amma burada böyük tərəfinə çəkilən, baxın, xüsusilə burada yazmışam. Böyük tərəfinə çəkilən 8-dir də böyük tərəf. Ona görə 8 tərəfinə medianı, çəkilən medianı tapırıq. Düstur belədir, 2-də 1, kök altında, baxın, bu 8 qalır. Burada 8 yazmışıqsa 8 qalmalıdır. Hələ 8 ilə işimiz yoxdur. Digər tərəflərə baxın. 5 və 6. 2 vurulsun 5-in kvadratı, üstə gələk 2 vurulsun 6-nın kvadratı, çıxaq 8-in kvadratı. Kök altında. Və bu düsturdan istifadə eləyirsiniz. Bərabərdir. Burada olur belə. 2-də 1 qalır öz yerində, kök altında. 5-in kvadratı 25 eləyir. Baxın, bu 5-in kvadratı 25 eləyir. 2-yə də vuranda 50. Üstə gələk. Sonra burada 6-nın kvadratı var. 6-nın kvadratı 36 eləyir. 2-yə vuranda 72. Siz bunu sadə, yəni asan kənarda bir yerdə hesablaya bilərsiniz. Mən şifahi hesablayıram. 8-in kvadratı 64. Bu da bərabərdir. 2-də 1 yenə qalır öz yerində. 50 ilə 72 toplayanda deməli eləyir 122. 64-ün də çıxanda neçə qalır? 58. 58. Deməli cavab bu formada olur. 2-də 1, kök altında 58. İndi bu kökdən nəsə çıxsaydı çıxardardıq. Amma çıxmırsa elə bu formada da qalır. 2-də 1, kök altında 58. Cavab yəni budur.